Əgər yatmazdan əvvəl bu qidaları yeysənsə, sən arıqlamırsan, əksinə piy yığırsan. Deyim niyə? Axşamlar bədən sakitlik, özünü bərpa rejiminə girir. Amma sən o vaxt yüksək şəkərli, karbohidratlı qidalar qəbul edəndə, məsələn, ağ çörək, bulku, düyü, makaron, şokolad, şirniyyatlar və bu qəbildən olan bütün qidalar insulin hormonu hədsiz dərəcədə qalxır. İnsulin yüksələndə bədən piy yandırmağı saxlayır və yağ toplamağa başlayır. Çünki insulin yağ yandırma hormonlarının hamısını bloklayır. Yəni sən gecə az qalanda bədən yağla işləyir. Tox olanda isə karbohidratla işləyir. Sizə ən pis axşam qidaları deyim. Şirniyyatlar, ağ çörək və makaron və şirin içkilər və meyvə şirələri. Bəs nə yeyək? Zülal ağırlıqlı qidalana bilərsiniz. Sağlam yağlardan istifadə edə bilərsiniz və kiçik porsiyalarda tərəvəzlər qəbul edə bilərsiniz. Əgər axşam şirin, karbohidratlı yeməklərlə gününü bağlıysansa, bütün səylərin boşa gedə bilər. Ona görə çalış axşam bədəni sakitləşdirən, insulin hormonunu çox da qaldırmayan qidalar seç. Bu detalla maraqlananlar rəydə üstəgəl işarəsi qoysun, mən ona axşam yeyə biləcəyi 3 resept atım. Sonda onu da qeyd edim ki, gecə az qalmaq vacib deyil. Düzgün qidaları seçmək vacibdir. Ona görə sənə atacağım reseptləri yatmazdan əvvəl rahat şəkildə yeyə bilərsən. Bu reseptlər piy yığmır, əksinə piy yandırmanı dayandırmır. Sağlam olun, sağlam qalın.